Salam dəyərli izləyicilər, mən Kamil Mösümov. İkinci hissə yeni test toplasından fərqli sualların izahıyla davam edəcəm. Deməli, loqaritmada belə bir fərqli sual əlavə ediblər. Qeyd edirəm, loqaritma 4 əsasdan 2 üstü a vurulsun. 4-ün əvəzini yazmaq olar ki, 2-nin kvadratı. O zaman 2-nin qüvvətinə olacaq 2a. 8-in əvəzinə 2-nin kubu düşünmək olar. O zaman 2-nin qüvvətinə 3a. Vurulsun, nöqtələr. 512 də əslində 2 üstü 9-dur. O zaman 2-nin qüvvəti olacaq 9a. Bərabərdir. İfadəsinin qiyməti 45-ə bərabərdir. Qeyd edirəm o zaman 45. Loqaritma xassəsini əsasən yaza bilər ki, loqaritma 6 faidə bərabərdir. Yəni olacaq 2-nin qüvvətində. Burada diqqət edin, hamısında əsas 2-dir. Əsas eyni olduğuna qüvvətləri toplamaq lazımdır. A plus 2a plus 3a plus nöqtələr plus sonuncu 9a qeyd edirəm. Bərabərdir. Dedik ki, loqaritma xassəsinə əsasən yazmaq olar ki, loqaritma 6 ifadə bərabərdir. 4-ün qüvvətində 45. Qeyd edirəm, 4-ün qüvvətində 45. 4 həmən bu 4-dür. Bu da qüvvəti. Qeyd edirəm yenidən. 2-nin qüvvətində diqqət edirin 1a plus 2a plus 3a plus nəhayət sonuncu 9a. Bu nədir? Ədədi silsilədir. 1-1 artır. Ədədi silsilənin ilk həddinin cəmd üstünə əsasən yaza bilər ki, A1, yəni A, plus AN sonuncu hədd, yəni 9A, bölünsün 2, vurulsun. 1-dən 9-a kimi 9 hədd var, vurulsun 9. Bərabərdir. 4-ün də əvəzinə düşünmək olar ki, 2-nin kvadratı. O da olacaq 2-nin kvadratının qüvvətinə 45. 45 vur 2, yəni olacaq əslində 90. Buradan yenidən görürük ki, əsaslar bərabərdir, qüvvətlər bərabər olmalıdır. Yəni yazacağım. A plus 9a, yəni 10a, 2-yə bölsəm 5a, vurulsun 9, bərabər olmalı 90-a. Deməli, buradan hər tərəfi 9-a bölsəm 10 oldu. A-nın özü bərabərdir, 10 bölünsün 5, yəni 2-yə. Deməli, A parametrin qiyməti 2 olmalıdır.